Salam uşaqlar, bugünkü dərsimiz olacaq. Həcm vahidləri üzərində çevirmək. 12 kub santimetre, kub millimetre çevirmək istəyirəm uşaqlar. Böyük ölçü vahidinə kiçik ölçü vahidinə keçiririksə biz burada vururuq. Santimetrdən millimetrə gedəndə bir addım, yəni 3 sıfırda 1000. 12-ni vururam 1000-ə. Cavabımız 12.000 kub millimetr. Desimetr eynidir deyə 0,12 qalır. Uşaqlar, santimetrdən millimetrə keçirəmsə bölməliyəm. Metrdən santimetrə 2 addım, yəni 6 sıfırdır. 1 milyona bölməliyəm, yəni 6 addım geri gedirəm. 1, 2, 3, 4, 5, 6. 0'dan 1000'də 25. Eyni ilə desimetrdən millimetrdən desimetrədir uşaqlar. 2 addım 6 sıfırdır. 6 addım geri gedirik. 0'dan 1000'də 15. Destimdən millimə gedirik uşaqlar. 2 addım və 6 sıfır. 6 addım irəli getməliyim. 1, 2, 3, 4, 5, 6. 56'nı yazıram yanında da. Daha doğrusu 506'nı yazıram yanında da 4 dənə sıfır. Santimdən millimə keçirəm uşaqlar. 1000, 3 addım irəli gedəcəm. 2720. Destimdən santima gedirəm. 1000, yeni 3 addım irəli. 5500. Metrdən destimə keçirəm 1000, yeni 3 addım irəli. 48. Millimetrdən santimetrə gedirik. Bir addımda 1000'dir. Yəni 3 addım geri gedirik. 1, 2, 3 sıfırı silirəm. Cavab 80. Destimdən millimə gedirəm. 3 addım geri getməliyəm. 1, 2, 3. 0,25. Santimdən desimə gedirəm. Yeni 3 addım geri gedirəm. 9,6. Millimdən metrə gedirəm uşaqlar. Bu millimdən sonra santim, desim və metr gəlir. Yəni 9 sıfır biz geri getməliyik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 0,1000'də 6. İkinci tapşırıqla devam ediyor uşaqlar. Müqayisə edin deyir. Burada desimetr verilibsə, santimetrdən desimetrə keçsəm 3 addım geri gedəcəyəm. Olacaq bu 6 kub desimetr. Onda 3 kub desimetr ilə 6 kub desimetrim eləyər 9 kub desimetr və bu ikisi bir-birinə bərabərdir. İkincisi, cavab kub santimetrlə verilibdir. Biz də kub santimetrə çevirək uşaqlar. 3 desimetrdən santimetr kuba keçsəm 1000'dir. Yəni burada olacaq 3000. 3000'dən çıxmalıyam 87'sini. Bu da verər bizə 3, 9'dan 8'in 1, 9, 2913 kub santimetr. Bu da 2000 kub santimetrdən böyük. Millimetrlə istəyir cavab. 5 kub santimetrim 5000 kub millimetrdir. Onun üzərinə 81 gəlsəm eləyər 5081 kub millimetr. O da 5181 kub millimetrdən kiçikdir. Devam edək. 4'ə baxaq. Deməli, kub santimetrlə istəyir bizdən. Metrdən santimetrə keçsək uşaqlar 6 addım irəli getməliyik. 1, 2, 3, 4, 5, 6. Yəni 70'in yanına 4 dənə sıfır. Çıx 22.000. Bu da bərabərdir. 3 sıfırlarımızı yazaq. Ondan ikisini 8, 11'dən ikisini 9, 69, 698.000. Burada da 700.000 kub santimetr yazaq uşaqlar. Onda 700 kub santimetrdən kiçikdir. Yine burada kub santimetr verilib. Desimetrdən santimetrə bir addım 3 sıfır. Bu eləyəcək 5000. Üzərinə 6 gəlsəm eləyəcək 5006 kub santimetr. Bu da 5060 kub santimetrdən kiçikdir.
Millimetrlə istəyir cavab. 18 kub santimetre kub millimetre çevirsək 3 addım irəli getməliyik. Bu verər bizə 180. Çıx 25. Bu deyilər. Ondan 5'in 5, 155 millimetrin kubu. Bu da böyükdür. 150 kub millimetrdir. Davam edirik uşaqlar. Üçüncü tapşırıqla davam edirik. 5'də 2 kub santimetr plus 175 kub millimetr. Cavabı məndən millimetrlə istəyir. Onda buranı millimetrə çevirsək, mini vuraram 5'də 2'yə. Bu da ixtisar edər 200, 200 2'yə 400. 400 kub millimetrin də üzərinə 175 kub millimetr cəlsəm, 575 kub millimetr. Santimetr istəyir. Yenə min. Minin 20'də 3'ünü tapsam, 50'ni də vursam 13'ə 650 eləyər. 650'dən də çıxsaq 255 kub santimetrini, 4'dən 5'ini 9, 395 kub santimetr. Metrdən desimetrə yenə vururam minə. Minin 4'də 1 hissəsi eləyir 250. 250'nin də üzərinə 160 əlavə eləsəm, 0, 1, cavab 410 kub desimetr. Davam edək. Dördüncü. Metrdən santimetrə keçmək istəyir uşaqlar. Metrdən santimetrə 2 addım, yəni 6 sıfır. 1 milyon. Burada yazaq. 1 milyonu vurmalıyam 20'də 3'ə. Sıfırların birini silərəm. Onun içində 2. Bu 5, bu 1. 5'in yanına 1, 2, 3, 4. Bunu da 3'ə vursam 5'i 3'ə 15, yanında 4 dənə 0. Yəni 150 min. Bundan da 95 minini çıxsam. 3 sıfırları yazdım. Ondan 5'ini 5, 14'dən də 9'unu. Cavab 55 min. Bunu biraz belə çevirim. İkinci baha. Destimdən santıma minni. Mini vuraq 25'də. Aha. Mini vuraq 25'də 11'ə. Bu eləyər 40. 40'ı da 110'a vursaq, 11'ə vursaq 440. 440'dan da 355'i çıxsaq, ondan 5'in 5. 13'dən də 5'in çıxsam 80. Cavab eləyəcək. 85 kub santimetr. Metrdən desimetrə keçsək, yenə min eləyir uşaqlar. Minin 4'də 3'ünü tapsaq, bura deməli 0, 25. 25'i 13'ə vuraq tez. 325. 325'in də üzərinə gəlsə 250. 5, 7, 575 kub desimetr. Dördüncü tapşırıqla davam eləyək. 0'dan 1012 kub metrin 4'də 3 hissəsi neçə kub desimetrdir? Birinci metrdən desimetrə keçək. Vuraq minə. Bu deyilər 12 desimetr kub. Bunun da uşaqlar bizdən istəyir 4'də 3 hissəsi. Vuraq 4'də 3'ə. Cavab 9 kub desimetr. İkincisinə baxaq. Desimetrlə verib cavabı bizdən santimetrlə istəyir. Desimetrdən santimetrə keçsəm 3 addım irəli getməliyəm. Eləcək 2,5 kub santimetr. Bunun da 5'də 2'sini tapsaq. Deməli 2,5 ilə 5'ə bölsəm 0,5. 0,5'i də vursam 2'yə cavab eləyər 1 kub santimetr. İkinci tapşırıq. Bizə istəyir uşaqlar uyğun vahidlərlə ifadə eləyin. Gəlin ifadə eləyək. Millimetrlə ifadə eləndi. 28 kub santimetrdən millimetrə keçsəm vuraram minə. Yəni 28.000 kub millimetr.
360 kub santimetrdən millimetr istəyirsə, 360-ı minə vuraram. 360 min kub millimetr. Bu da elə kub millimetr. Millilitr. Üzürlü sağ uşaqlar. Mən millimetr başa düşmüşəm. Millilitr. Yəni kub santimetrlə ifadə eləməyimizi istəyir. Onda bu elə 28 millilitrdir. Bu 360 millilitrdir. Biz bilirik ki 1 millilitrimiz 1 kub santimetrə bərabər. Bunu da millilitr kub santimetrə çevirmək istəyirsə 3 sıfırı silərəm. Bu deyir 25 millilitr. İkinci litrlə, yəni kub desimetrlə ifadə eləməyimizi istəyir. Bu elə 7 kub desimetr. Santimetrdən desimetrə keçəcəm. 3-ünü silməliyəm. 6,8 kub desimetr. Metrdən kub desimetrə keçmək istəyir. Minə vuraram. 1200 kub desimetr. Millimetrdən kub desimetrə keçmək istəyirsə 6 sıfır silməliyəm. 5 kub desimetr. 600 suala baxaq uşaqlar. Litr və millilitrlə ifadə eləyin. 8-i 500-ə vursaq eləyər 4000 millilitr. Bu da eləyər 4 litr. Bu verəcək mənə 50 litr 750 millilitr. Üçüncüsü 9 litr 600 millilitr. Dördüncü də belədir uşaqlar. 5250 millilitr. Bu da eləyəcək 505 litr 250 millilitr. 7-ci sual hesablayın. Bunu millilitrə çevirsəm uşaqlar 5280-in üzərinə 850 gələrəm. 6330 millilitr. Burada 8000 millilitrdir. 7570 millilitri çıxaram. 0, 3, 4 cavab 430 millilitr. Üçüncüsü. $8750 millilitrdən çıxaram. 6900 millilitr. 0, 5, 8, 1850 millilitr. Burada da 3480 ilə 7960 millilitri toplayarım. 0, 4, 13, 14, 11440 millilitr. 8-ci suala davam edir uşaqlar. Litrdən millilitrə keçməyimizi istəyir uşaqlar. Biz bilirik ki 1 litrimiz 1000 millilitrdir. 1000'i vururam 5'də 3'ə. 5 ilə 1000 ixtisar gedər. 200. 200'ü də 3'ə vursam 600 millilitr. Kub desimetr. Bax, millilitr uşaqlar nə oldu? Kub santimetr. Kub desimetrdən kub santimetrə keçmək istəyir. Yenə 1000. 1000'i vuraq 4'də 3'ə. Eləyər 750 millilitr və ya kub santimetr. Litrdən millilitrə keçmək istəyir. 1000'in 8'də 7'sini tapacağım. 1000'i 8'ə bölsəm 125. 125'də 5'ə vursam 5, 14, 17, 875 mil. Kub metrdən litrə, yəni kub desimetrə keçməyimizi istəyir. 1000'i vuraram 25'də 2'yə. 100'ün içində 25, 4 dənədir. 40, 40'ı da 2'yə vursaq cavab 80. 5-ci. Kub santimetrdən kub millimetrə, yəni desimetr kuba millilitrdir. Kub santimetrə çevirməyimizi istəyir. Kub santimetr uşaqlar olduğu kimi qalır da eynidir. Heç bir dəyişiklik yoxdur. Baxın burada da litr desimetr kub deyil. Elə cavabımız olacaq. 20'də 7. Onlara diqqət eləyək. 7'yə baxaq uşaqlar. 7'də də kub metrdən millilitrə keçmək istəyir. Millilitrin yerinə yaza bilərəm mən kub santimetr. Metrdən də santimetrə neçədir uşaqlar? 1 milyon. Vuraram
40'da 7. Birinci sıfırları sildim. 100'ün içinde 4 25'ti. 25 mi? Vur 7. 175 bin kub santimetre. Burada desimetr, litrin yerine tez yazıram. Desimetr kub, bu da uşaqlar olacaq. Orada ne zaman litre gördük? Ne zaman litre gördük uşaqlar? Onun yerine kub desimetr yazıram. Devam edelim. 9. tapşırıq. Bərabərliklərdən x-i tapın. Millilitrdir. Yəni bizdən nə istəyir uşaqlar? Kub santimetr. Onu mən desimetrdən santimetrə keçmək üçün minin 4/3 hissəsini tapacağam. Minin 4/3 hissəsi verir mənə 750. Bir dəqiqə. Aha. Minin 4/3 hissəsi verir mənə 750. 750-dən də 200-ünü çıxsam eləyir 500. Millilitr yenə kub santimetr istəyir. Onda desimetrdən santimetrə keçsəm 5/3-ü vurmalıyam 1000-ə. Bu verəcək 200. 3-ü də 200-ə vursaq eləyəcək 600. Burada yazaq. Onda 600-dən də 175-i çıxar. 10-dan 5-in 5, 9-dan 7-sin 2, 5-dən də 1-in 4. X-imiz olacaq 425 kub santimetr. Üçüncüyə baxaq. Üçüncüdə litrdir uşaqlar. Tez silirəm, kub desimetr eləyirəm. Onda mən kub metrdən kub desimetrə keçsəm mini vuraram 4-4 seçib. Bu da eləyər 250. 250-nin üstünə 15 gəlsəm eləyər 265. Ya litr ya da kub desimetr yaza bilərsiniz. Dördüncü. Millilitrin yerine yazıram kub santimetr. Onda 5'te 4'ü vururam minə ki kub santimetrə çevirim. 200'ü 4'e 800. 2350'den də çıxıram 800'ünü. 1550 kub santimetr. Litri tez sildim. Yerine ne yazdı uşaqlar? Kub desimetr. Metrdən desimetrə 1000. Minin 4/3'ü bizə verəcək 750. 900'dən də 750'sini çıxsaq eləyər 150 kub desimetr. Litr tez yerinə nə yazırıq? Kub desimetr. 5/3'ü minə vuraq ki kub desimetrə çevirək eləyir 600. 600'dən də çıxaram 375'ini. 5, 2, 225 kub desimetr. 10-cu tapşırıqla davam edək uşaqlar. Bir dəqiqə. Birinci sual. Litr, millilitr və müqayisəni kub desimetrlə istəyir. Yəni, bu da desimetr kubdur. Bu da santimetr kubdur. Uşaqlar, bu desimdən santima keçmək üçün minə vurmalıyım. Bu eləyər 5200. Çıx 3000. Bu deyilər 2200. Desimetr kuba çevirməliydim. Elə də işləyək yox. 2200 kub santimetr. Bu deyilir 2,2 kub desimetr. 2/1'dən bölün. Millilitr ise biz bunu millilitre çevirməliyik. Elə onda bu millilitrdə kub santimetr düzdür. 1905 ilə 950'də 1500'də olduğu kimi qalır çünki hər ikisi millilitrdir. 0, 5, 4, 2450 kiçikdir. 2500. Üçüncüsünə baxaq. Kub desimetr, yəni məndən litrlə istəyir. Bunu litre çevirməliyim. Eləyəcək 0,6 üstəcək 0,3. 0,63 litr kiçikdir 630 litrdir. Dördüncü. Dördüncü sualda uşaqlar cavabı bizdən litrdə istəyir. Yəni mən bunu çevirməliyim. Desimetr kuba. Metrdən desimetrə keçsəm minə vuraram.
360. Santimdən desimetr, kub santimetrdən kub desimetrə keçsəm 1000-ə bölərəm. 15. Bu deyilər 345 kub desimetr. Onda 345 346-dan kiçikdir. 5-ci. Litrlə istəyir. Onda elə bu da litrdir. 21.5 ilə 0.8'i toplasam 22,3 litr. Bu da 23,3 litr. Bərabərdir. Litr istəyir. Yəni desimetr kub istəyir. Kubmetrdən kub desimetrə 78. Santimetrdən desimetrə 3 sıfırı siləcək. 24. Bu deyiləcək 54 kub santimetr. Böyükdür. 53,9 desimetre. 53,9 kub desimetrdir. 11-ci sual. Oturacağının uzunluğu 40 santim. Eni 0,32 metr olan düzbucaqlı paralelipiped formasında olan qabın hündürlüyü də 3,5 desimetrdir. Bu qabın tutumu neçə litrdir? Uşaqlar, məndən litr istəyirsə, biz bilirik ki, litr kub desimetrə bərabər. Bunların hamısını desimetrə çevirək. 40 santimetrim 4 desimetr. 32 santimetrim 0,32 metrim 3,2 desimetr. Bu da elə 2,5 desimetrdir. Onda 4'ü vuraram 3,2'ye. Bunu da vuraram 2,5'e. 4'ü 2,5'e vursam eləyər 10. Onu da 3,2'ye vursam eləyər 32 kub desimetr. Yəni 32 litr. 12-ci suala baxaq uşaqlar. Oturacağı kvadrat olan düzbucaqlı paralelipiped şəklindəki qabın hündürlüyü 5,6 desim. Oturacağının tərəfləri 0,5 metrdir. Bu qabın tutumu litrdir. Yenə litr istəyir. Deməli, mən bütün tərəfləri desimə çevirməliyəm. 0,5 metr 5 desimetrdir. Və bu oturacağı kvadrat olan paralelipiped üçün mən bu qabın tutumunu istəyirdim, mən həcmini istəyirdim. Düzdür. Həcmini tapanda oturacağın tərəfi 5 vur 5 vur 5,6. 5'i 5'e vursam 25. 25 de 5,6'ya vursam 0 0 3 1. Vergülümüz de var. Cevabımız olar 130 desimetr kub, yəni 130 litr. 13-cü sual. Düzbucaqlı paralelipiped şəklində olan hovuzun uzunluğu 15 metr, eni 6 metr, hündürlüyü 1,5 metrdir. Hovuzun 5'te 2 hissəsi su ilə doldurulmuşdur. Hovuzda neçə litr su var deyir. Uşaqlar, litr istəyir. Deməli bizim işimiz belə də eləyə bilərsiniz uşaqlar. Birinci həcmini tapıb sonda kub desimetrə çevirə bilərsiniz. Ya da ki başdan çevirib hamısını desimetrə çevirib tapa bilərsiniz. Necə rahat elə işləyə bilərsiniz. Gəlin biz birinci tapaq. Həcmini tapsam deməli 15 metr 6 metr 2,5 metr. Həcmini tapsam 15'i 6'ya vursaq eləyər 90. 90'ı 2,5'e vuraq tez. 0 5 4 yadda 22 225 kub metr. Bunun da 5'te 3 hissəsi də olub. 5'te 3. 225 ilə 5 ixtisar gedər. Eləyər 45. 45'i də 3'ə vursam 135 kub metr. Cavabı litr. Yəni kub desimetrlə istəyir. 0,135 litr. Biz kub metr. Bunu kub desimetrə çevirmədik uşaqlar. Bir dəqiqə. Buradan yazaq da 135 kub metr. Minə vuracağım. 135.000 kub desimetr və ya litrdir də bir də yazmıyor. Deməli cavabımız 135.000 litr. 14'e baxaq. Yəni sonuncu tapşırığımız. Düzbucaqlı paralelipiped şəklində olan çənin uzunluğu 3,6 metr. Eni uzunluğunun 1/3. Yəni 3,6'nı vuram 1/3. 1,8 metr. Hündürlüyü də 1,5 metrdir. Bu çənə həcminin 803 hissəsi qədər su doldurulub.
Çəndə neçə litr su var? Gəlin biz birinci çənimizin həcmini tapaq. Vuranda uşaqlar elədi. Deməli 9,18 hamısı metr idi də, düzdür? Kub metr. Bizdən deyir ki, bu çənin 8'də 3 hissəsi su ilə doldur. Bunu da vuraq 8'də 3'ə. Yəni 9,18'i bölək 8'ə. 9,73'ün də 8'də 3'ünü tapsaq eləyir uşaqlar 3645 kub metr. Cavabı bizdə litr istədiyi üçün, yəni kub desimetr istədiyi üçün vururuq 1000'ə. Bu deyilir 3645 kub desimetr. Yəni litr də yaza bilərsiniz, fərqi yox.